Sumqayıt şəhərində gənclərin şəxsi inkişafına həsr olunan tədbir keçirilib. Səsdən könüllərə Mentor, X Akademi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan tədbir Heydər Əliyev Mərkəzində təşkil olunub. Tədbirdə müxtəlif sahələri təmsil edən 7 spiker çıxış edərək iştirakçılarla öz bilik və təcrübələrini bölüşüblər. Spikerlər şəxsi inkişaf, liderlik bacarıqları, motivasiya, uğura aparan yol və peşəkar karyera quruculuğu mövzularında fikir və tövsiyələrini tədbir iştirakçıları ilə bölüşüblər. Bildirilib ki, bu cür görüşlər gənclərin inkişafına, onların yeni bilik və bacarıqlar qazanmasına, həmçinin gələcək karyera planlarını formalaşdırılmasına mühüm töhfə verir. Tədbir çərçivəsində həmçinin Səddan Səfərovun müəllifi olduğu Keyfiyyət Zirvəsinə Doğru adlı kitabın təqdimatı da keçirilib. Kitabın təqdimatı zamanı müəllif əsərin yazılma məqsədindən danışaraq qeyd edib ki, nəşr şəxsi inkişaf, keyfiyyətli düşüncə və insanın öz potensialını kəşf etməsi mövzularına həsr olunub. Müəllif bildirib ki, kitabda uğura aparan yolda insanın öz üzərində işləməsinin, düzgün düşüncə tərzinin və davamlı inkişafın əhəmiyyəti geniş şəkildə izah olunur. Bizim əsas mövzumuz kitab təqdimatı və 8 spikerin çıxışı ilə əlaqədardır. O spikerlərdən biri mən olacağam və buna görə də qürur duyuram, təşəkkürlərimi bildirirəm və kitab təqdimatı olacaq ki, kitabda keyfiyyət zirvəsinə doğru kitabdır. Yəni mövzu keyfiyyət və təhlükəsizlikdən ibarətdir və bu kitabın mahiyyəti və məqsədi tələbələrimizə, işçilərimizə, keyfiyyət mütəxəssislərinə elmi praktiki kitab olaraq bələdçi rolunu oynayır və biliklərin daha da artırılmağa tövsiyə edilir. Günay Hüseynova, Şəmistan Fikrətli, Elbrus İsmailov bugün informasiya proqramı üçün.